Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin əsas buraxılışını izləyirsiniz. Studiyada Arzu Xəlilovadır. Tanınmış dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb, həyata keçirməli. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, Səhiyyə təşkilatçısı, Tibb elmləri doktoru professor Əziz Məmməd Kərimoğlu Əliyevin anadan olmasının 130 illiyi 2027-ci ilin yanvarında tamam olur. Turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramı təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Proqram turizm bazarında rəqabət qabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili və s. nəzərdə tutur. Sərəncama əsasən Nazirlər Kabineti təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Dövlət Turizm Agentliyi bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Davam edirik. Ermənistan və Azərbaycanın anklavlar və esklavlar məsələsi müstəsna olaraq demarkasiya və dinc nizamlanma prosesi çərçivəsində həll edilməlidir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə danışıb. Onun sözlərinə görə İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən Kərki, Bərxudarlı və yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil. Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan delimitasiyanı 1991-ci ilin Almatı bəyannaməsi əsasında keçirmək barədə razılığa gəlib. Ermənistan Baş naziri mövcud xəritələr əsasında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya həyata keçirildiyini vurğulayaraq, prosesin gələcəkdə də eyni əsasda davam etdirilə biləcəyini deyib. Dövlət Təhlükəsizlik Xidməti xüsusi əməliyyat keçirib. 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən davam etdirilən antiterror və əməliyyat axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşidoğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. Namiq Ağalarov 2008-2019-cu illərdə Əfqanistan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin şəxsi heyətinə silahlı puskuların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına logistika şəbəkələrində qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir. Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar var. Davam edirik. Qaradənizdə Primavera Marina şirkətinə məxsus Komor adaları bayrağı altında üzən Volga-Balt 226 yük gəmisi dron hücumuna məruz qalıb. Bu barədə Azərbaycan dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat verib. Gəmi heyətinin təhlükəsizliyində olduğunu bildirən İlham Nəsirov xoşagəlməz hadisə zamanı xəsarət alanın olmadığını vurğulayıb. Şükürlər olsun ki, itki yoxdur. Gəminin 11 nəfərli ekipaj üzvündən biri Gürcüstan, onu isə Azərbaycan dənizçisidir. Məlumata görə hücuma məruz qalan yük gəmisi hazırda Türkiyənin Trabzon limanı istiqamətində hərəkətini davam etdirir.
Vətəndaş dünyasını dəyişdikdə onun topladığı pensiya kapitalının bir hissəsinin varisinə verilməsi təklif olunur. Bu məsələ ilə bağlı Milli Məclisdə müxtəlif təkliflər var. Təkliflər arasında minimum və orta pensiya kapitalı anlayışlarının qanunvericiliyə daxil edilməsi də yer alır. Bununla vətəndaşın orta pensiya kapitalının artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan istifadə etməsi mümkün ola bilər. Belə mexanizm rəsmi əmək münasibətlərinə marağa və pensiya sistemində yığımları artıra bilər. Vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi onun varisinin hesabına köçürülə bilər. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dünyasını dəyişən vətəndaşların pensiya kapitalından istifadə ilə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müxtəlif təkliflər var. Təkliflərdən biri də pensiya kapitalının bir hissəsinin ölən şəxsin varisinin hesabına köçürülməsidir. Həmin vəsaitin bir hissəsinin varisə ödənilməsi məsələsi təklif olunmuşdur. Təbii ki, bunlar maliyyə qiymətləndirməsi tələb edir və maliyyə qiymətləndirməsi aparıldıqdan sonra bu istiqamətdə müvafiq qərarların verilməsi və addımların atılmasına baxıla bilər. Çünki nəticə etibarilə pensiya sistemində həyata keçirilən dəyişikliklər bir tərəfdən Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığının qorunub saxlanmasını, digər tərəfdən isə bu istiqamətə ayrılan vəsaitin həcminin müəyyənləşdirilməsinə gətirib çıxarmalıdır. Millət vəkili onu da bildirdi ki, inkişaf etmiş ölkələrin təcrübəsində diqqət çəkən məqamlardan biri minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur. Təklif isə ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilsin. Bir sıra ölkələrdə olan tətbiq edilən metoda uyğun olaraq minimum pensiya kapitalı ilə yanaşı orta pensiya kapitalı anlayışından istifadə olunmasıdır. Bu zaman orta pensiya kapitalından daha çox toplanan kapitalın pensiya yaşı tamam olmadan istifadə imkanları var və təbii ki, Azərbaycanda da xüsusən də pensiya kapitalının imkanları genişləndikcə, fonda daha çox vəsaitlər cəlb olunduqca, pensiya sistemində minimum pensiya kapitalı ilə yanaşı orta pensiya kapitalının istifadəni məqsədə uyğun hesab edirik. Vüqar Bayramov onu da bildirdi ki, belə bir mexanizm insanların rəsmi əmək münasibətlərinə marağı da artıra bilər. Vətəndaşın əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər. Aytən Fehruz, Yusif Kərimli, Xəzər xəbər. Abşeronda qonşuların mübahisəsi qətillə nəticələnib, hadisə Xırdalanda qeydə alınıb. Mübahisə zamanı 31 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Abşeronda qonşular arasında mübahisə qətillə nəticələnib. Qətl hadisəsi Xırdalan şəhər Yusuf Məmmədəliyev 91 ünvanında, yəni hazırda dayandığım bu ünvanda qeydə alınıb. Belə ki, tərəflər arasında mübahisə düşüb və mübahisə nəticəsində yoldaşlardan biri digərinə bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirməkdə şübhəli bilinir. 31 yaşlı Rasif Abdullayevin qətlində 22 yaşlı Ceyhun Cəbrayılov şübhəli bilinir. İddialara görə hadisədən əvvəl qonşuluqda yaşayan Ayxan Aslanovla Rasif Abdullayev arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Ayxanın telefonla danışarkən Rasifin onun yanında dayanması olub. Mübahisədən bir müddət sonra Ayxanla birlikdə hadisə yerinə gələrək baş verənlərə aydınlıq gətirməyə çalışan Ceyhun Cəbrayılovun bıçaqla Rasif Abdullayevə ürək nahiyəsindən və bədəninin müxtəlif hissələrindən çoxsaylı zərbələr endirdiyi bildirilir. Bıçağı bura gətirən Ayxan olub. Onu Ceyhuna verən də Ayxan olub. Yəni bu hadisənin əsas təfərrüatlarına, əsas bütün səbəbkarı Ayxandır. Yəni Ceyhun nə qədər məsuliyyət daşıyırsa, bundan çoxunu o daşımalıdır. Çünki bıçağı bura gətirəndə, bıçağı Ceyhuna verəndə, Ceyhunu bura çağıranda hamısı Ayxan olubdur. Yəni hadisəni törədən şəxsə Ayxan verib bıçağı? Bəli, hadisəni törədən şəxsə bıçağı Ayxan verib. Evlərindən götürüb gətirib, qonşuların da dediyinə görə bacısı da etiraf edib ki, bıçağı evdən götürdü, getdi. 31 yaşlı Rasif Abdullayev ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Aralaşdırıb bıçaq əlində arxa-arxa gedir. Mən onun üstünə gedə-gedə dedim ki, bıçağı ver mənə. Hələ bilmirdim ki, Rasif Abdullayev bıçaqlayıbdır. Dedim ki, bıçağı ver mənə, bıçaq bir xəta olar da. Bu dala-dala getdi, o tündəcə bir də onda çöndüm arxaya ki, Rasif Abdullayev burada uzanıbdır. Tez qaçdım bura ki, bıçaqlayıbdır.
Tez oturduq maşına, xəstəxanaya çatdırmağa. Xəstəxanaya çatdıranda baxdıq ki, dünyasını dəyişibdir. Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Kəmal Əlimuradova, Xəzər xəbər. Lənkəran, Şamaxı və İsmayılıda baş verən ağır yol nəqliyyat hadisələri ölümlə nəticələnib. Şamaxı Pirqulu avtomobil yolunda mini avtomobilinin dərəyə yuvarlanması nəticəsində 2 nəfər həyatını itirib. İsmayılıda isə 2 mini avtomobilin toqquşması zamanı da 2 nəfər ölüb. Lənkəranda avtomobilin dərəyə aşması nəticəsində 61 yaşlı sürücü həlak olub. Avtomobil dərəyə yuvarlanıb, 2 nəfər həyatını itirib. Hadisə ötən gün axşam saatlarında Şamaxı Pirqulu avtomobil yolunda qeydə alınıb. Rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü 75 yaşlı Mətləb Aslanov və sərnişini 70 yaşlı Şövkət Aslanova aldıqları xəsarətlərdən ölüblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri cəlb olunub. Meyit çətin relyefli meşəlik ərazidən çıxarılaraq adiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır. İsmayılıda isə minik avtomobilləri toqquşub. 2 nəfər ölüb. Hadisə zamanı ölənlərdən birinin kimliyi bilinib. Məlumata görə avtomobildə olan 60 yaşlı Elina Məmmədovadır. Həlak olan 2 aylıq körpənin oğlan uşağı olduğu bildirilir. Qəza zamanı 5 nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Lənkəran rayonunda da ağır yol nəqliyyat hadisəsi baş verib. Diryan kənd sakini 61 yaşlı İntiqam Nuriyevin idarə etdiyi avtomobil dərəyə aşıb. Belə ki, torpaq yolda idarə etmədən çıxan nəqliyyat vasitəsi hündürlükdən dərəyə yuvarlanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İntiqam Nuriyev hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır. Rafiq İsmailov, Elvin Əkbərov, Xəzər xəbər. Bu ilin yanvar-iyul aylarında ölkə yollarında 633 yol nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 351 nəfər ölüb, 497 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yollarda təhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirlərə və aparılan maarifləndirmə işlərinə baxmayaraq, qaydalara riayət etməyən sürücülər hələ də ciddi təhlükə yaradır. Bu ilin ilk 7 ay ərzində 351 nəfər yol qəzalarında dünyasını dəyişib. Görülən tədbirlərə və aparılan maarifləndirmə işlərinə baxmayaraq, yol hərəkəti qaydalarına əməl etməyərək ağır qəzalara səbəb olan şəxslər hələ də var. Nəticədə kimisi həyatını itirir, kimisi isə müxtəlif dərəcəli xəsarətlər alır. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması və hərəkət iştirakçılarının məsuliyyətli davranışının təşviqi məqsədi ilə mütəmadi olaraq maarifləndirmə və qabaqlayıcı tədbirlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində yol nəqliyyat hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, mövcud vəziyyət hələ də ciddi narahatlıq doğurur. Çünki statistik göstəricilərin arxasında insan həyatı, sağlamlığı və bəzən geri dönüşü olmayan faciələr dayanır. Cari ilin ilk 7 ay ərzində Respublika ərazisində 633 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 351 nəfər həyatını itirib, 497 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bəs qəzalar əsasən hansı səbəblərdən baş verir? Aparılan təhlillər göstərir ki, yol nəqliyyat hadisələrinin baş verməsində sürətin yol və hava şəraitinə uyğun seçilməməsi, təhlükəsiz ara məsafəsinin gözlənilməməsi, ötmə və manevr qaydalarının pozulması, diqqətsizlik, sükan arxasında mobil telefondan istifadə, eləcə də yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi əsas risk amilləri sırasında qalır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sürəti mövcud yol və hava şəraitinə uyğun seçməyə, riskli manevrlərdən çəkinməyə, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verməməyə, yorğun, yuxusuz və ya səhhətində narahatlıq olduğu halda nəqliyyat vasitəsini idarə etməməyə çağırır. O da qeyd olunub ki, hər bir sürücü sükan arxasında yalnız özünün deyil, digər insanların da həyat və təhlükəsizliyinə görə məsuliyyət daşıdığını unutmamalıdır. Fidan Əsədli, Xəzər xəbər. Dəniz daha bir can aldı. Astarada 36 yaşlı şəxs dənizdə boğulub. Masallı rayon sakini olan 5 uşaq atası axşam saatlarında yaxınları ilə birlikdə şəhərin nəzarətsiz sahil ərazisinə gəlib. Yaxınlarının sözlərinə görə Elmar Məmmədli dənizə girdikdən sonra geri qayıtmayıb. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri də cəlb olunub. Astarada 5 uşaq atası dənizdə boğulub. Bir nəfərin dənizdə batması barədə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə məlumat daxil olub. Astarada axşam saatlarında Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədli dənizdə itkin düşüb. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri cəlb edilib. Axtarışlar bu saatda davam edir. Qeyd edim ki, Elmar Məmmədli 5 uşaq atasıdır. Hadisə Xəzər dənizinin Astara şəhər ərazisində nəzarət olunmayan hissədə baş verib. Masallı rayonunun Kosagül kənd sakini olan Elmar Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəliblər. Bacım oğlu ilə bir yerdə gəliblər. Çimməyə belə gəliblər. Onlar o qalıb dənizdə. Bacım oğlu belə dedi, siz çıxın, mən gəlirəm. Ondan sonra da axtarır o tapandır. Nə itkin kimi sayılır? Mən dənizdə qalıb da dənizdən çölə çıxamır. Elə telefonu, paltarları hamısı çöldə qalıb durduğu yerlər. Ailəlidir 5 uşağı var. Ailəlidir, 5 uşağı var. Böyük uşağı 2-ci sinifə gedir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin xilasediciləri cəlb olunub və axtarışlar davam etdirilir. Elvin Əkbərov, Əli Cəfərov, Xəzər xəbər. Gəncədə zibil poligonunda ölü-dölün tapılması ilə bağlı araşdırma başladılıb. Cavadxan qəsəbəsində yerləşən zibil poligonunda ölü-dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş prokurorluqdan məlumat verilib. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü-dölə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin olunub. Habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədi ilə digər zəruri prosessual hərəkətlər icra edilib. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Bu arada Göyçay rayonu Çərəkə kənd 2 saylı tam orta məktəbi ilə bağlı iddia olunur ki, direktor qrupasiya satıb bütün valideynləri məhz bir dükandan forma almağa səsləyir. Özü də bildirir ki, sonradan bununla bağlı ona məlumat təqdim olunsun. Beləliklə, hər sinifdən neçə şagirdin həmin mağazadan forma alması ilə bağlı əlində dəqiq məlumat olsun. Hətta iddialara görə bu tələb nəinki Çərəkə kəndində, Göyçayın digər kəndlərindəki orta məktəblərə də şamil olunur. Məsələn, araşdırmışıq, izləyək. Müəllimlər, bunu valideynlərə bildirin. Hamı məktəbli formasını tamirin mağazasından alsın. Burada elə öhdəli sinif rəhbərlərinin üstünə düşür. Siz valideynləri yönəldin ora, yəni tamirin mağazasına. Kim oradan indi hərə öz şagirdlərin sayını bilir də. Orada demək kim geyib paltar alsa, sinif rəhbərlərinə məlumat versinlər ki, məsəl üçün bu günlərim 4A sinifindən 3 nəfər getdi, paltar aldı. Aldığınız geyimlər haqqında mənə məlumat verin. Çünki məndən də hesabat tələb olunur. Bizdən hər gün saat 4-də məlumat istəyirlər ki, hər məktəbdən nə qədər şagird, valideyn və yaxud da gedib oradan paltar götürür, yəni paltar alır. Çox xahiş edirəm, bizdən bu məlumatları hər gün istəyirlər.
Mənim də başqa əlacım yoxdur. İddia olunur ki, bu səs yazısı Göyçay rayonu Çərəkə kənd 2 saylı tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Könül müəllimə tərəfindən müəllimlər qrupuna göndərilib. Direktorların qrupuna atılıb. Direktorda hansı ki o səs yazısı yayılan direktorda bunu atıb müəllimlər qrupuna. Ki, bəs bizdən də tələb eləyirlər. Hər gün saat 4-də bizdən soruşurlar. Siz valideynləri yönəldin tamirin mağazasına. Burada iş sinif rəhbərlərinin üzərinə düşür. Hansı sinifdən neçə şagird alacaqsa alan kimi məlumat versinlər. Neçə nəfər şagird aldı, bizdən də soruşurlar. Biz məlumat verməliyik. Ümumiyyətlə bu bizim rayonumuzda artıq geniş bir şəkildə yayılıb bu məlumatlar və rəylərdə də yazırlar o paylaşımlarda ki, təkcə Çərəkədə deyil, şəhər və kəndlərin hamısında bu bəli, Göyçayda var. Başqa yerdə də satılırmı məktəbli? Əlbəttə ki, bazarda satılır, digər demək olar ki, Göyçayda bir çox mağazalarda məktəbli geyimləri satılır. Səs yazısı yayılan müəllimlə əlaqə saxladıq. Ancaq o səhhətində problem yarandığından heç bir açıqlama verə bilməyəcəyini dedi. Səs yazısında məktəbli geyimlərini məhz bu mağazadan alınması fikirləri bildirilirdi. Biz də həmin mağazanın qarşısındayıq. Mağaza sahibindən bu məsələnin nə kimi doğru olmağını öyrənməyə çalışacağıq. Mağaza rəhbərliyi isə bu səs yazısını antireklam adlandırdı. Biz də dünən məlumat almışıq bu səs yazısı barəsində. TikTok sosial şəbəkələrdə qarşımıza çıxıbdır. Bununla bağlı açıqlama verə bilərik ki, bu bizdən aidiyyəti olan bir iş deyil. Bizim bu işdən tam məlumatsızıq. Hətta bizim dükanın belə deyək adı da yoxdur. Reklam xarakterli bir adı da yoxdur dükanın üzərində. Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirildi ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yol verilməzdir. Aytən Fehruz Asiman Səlimov, Xəzər xəbər. Dələduzlar indi də bu üsula əl atırlar. Belə ki, telefonu danışmaq adı ilə alıb aradan çıxırlar. Daha sonra həmin şəxsin tanışlarına SMS yazıb təcili pul lazım olduğunu deyib. Bu dəfə də onun tanışlarını aldadırlar. Belə bir hadisə ilə paytaxt sakini üzləşib və başına gələnləri Xəzər xəbərin kamerasına danışıb. Müştəriyə telefonu danışmaq üçün verən taksi sürücüsü 2000 manatdan çox zərərə düşüb. Paytaxt sakini Azər Mehdiyev deyir ki, Xəzər rayonu Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğuldur. Onun qəsəbə daxilində bir neçə dəfə müştəri kimi avtomobilinə əyləşən şəxslə aralarında səmimi münasibət yaranıb. Ta ki, telefonu uğurlanana qədər. Deyir ki, dayı bir dənə telefonu ver, zəng vurum. Mən də bunu qonşunun evindən götürdüyümə görə, 2 dəfə aparıb gətirdiyimə görə, nəsə telefonu verdim buna. Mən də telefonla danışırdım. Telefonu söndürdüm, nolu bastım, yəni açıq vəziyyətdə də alayıq. Başladım öz maşınımın için təmizləməyə. Bu biraz getdi. Gedir qabağa, qayıdır dalada belə yuxarı aşağı. Mən də maşının için təmizləyirəm, bir də vaxtım yoxdur. Dündən 1-2-3 saat keçdi, gördüm qonşu məni axtarır. Pəs nə olub? Adam vurmuşsan, banlisadasan, maşın hanı, nə olub? Deyirəm, heç nə, deyir, sən 200 manat atdım. Bu gəldi. Xülasə yığılıb 2200 manat pul olub. Sürücü başına gələnlərlə bağlı dərhal polisə müraciət edib. Onun şikayəti əsasında telefonu götürdüyü deyilən İbrahim adlı şəxs saxlanılıb. Azər Mehdiyev indi əsasən həmin şəxsin onun adından yazdığı mesajlara inanaraq pul göndərən şəxslərin zərərinin ödənilməsini istəyir. Mən buradan ona demək istəyirəm ki, mənə 2200 manat ziyan dəyib da qardaş. Bu cəmaatdan pul alıb. Bu cəmaatdan pulunu qaytarıb verməliyəm. Mən bunu verməyə imkanım yoxdur. Bunu verməlidir bu. Bir də ki, bu bölmədən nə bilim, nə tərbiyə, neyniyək ki, mən bu pulu bundan ala bilim. Vətəndaşın müraciəti əsasında ərazi polis orqanlarında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Ramil Abdullayev, Yusif Kərimli, Nuraynə Sultanova, Xəzər xəbər. Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində yaşıllıqların məhv edilib yerində obyekt tikilməsi ilə bağlı Xəzər xəbərin qaynar xəttinə müraciət edilib. Qəsəbənin Hafiz Quliyev ünvanına yollanan əməkdaşlarımız məsələyə aydınlıq gətirməyə çalışıblar, izləyək. Binanın qarşısında ağacların kəsildiyi, birinci mərtəbəyə qanunsuz müdaxilə edildiyi iddia olunur.
Görüntülər Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsindəndir. Sosial şəbəkələrdə yayılan və müzakirələrə səbəb olan görüntüləri aydınlaşdırmaq üçün həmin ünvana yollandıq. Hafiz Quliyev 13 ünvanındayıq. İddialara görə sözügedən ərazidə yaşıl ağaclar kəsilib, binanın birinci mərtəbəsinə qanunsuz müdaxilə edilib. Bəli, elə burada yaşayan sakinlərdən öyrənirik ki, sözügedən ərazidə 5 mərtəbəli binanın fasadında təmir işləri aparılır. O ki qaldı yaşıl ağacların kəsilməsinə çalışıb. Həmin məsələyə də aydınlıq gətirəcəyik. Sakinlərdən öyrəndik ki, ərazidə təmir işlərinə başlanılsa da, nə quruyaraq kesilən ağaclar götürülür, nə də istifadəyə yararsız tikinti materialları. Birinci mərtəbəsi onların öz evləridir. Oranı desəm də obyekt edirlər. Amma ağac kəsilməyib düzü. Ağac kəsilməyib orada. Qarşısında kəsilən ağac? Heç bir kəsiklik yoxdur, yox. Amma binanın içəri tərəfində? İçəri tərəfində də. Bir də ancaq saralanları kəsiblər, vəssalam. Sonra 2 gündür gəliblər bura ürəkləyirlər. Emusiya vururlar. Amma bu da itirgüdə torpaq içində, ondan sonra yeyirik, torpaq yeyirik. Vallahi billahi kəsilir də, bulağa göz qabağında kəsilir. Quruları da kəsirlər. Vallahi yaşıllıqlardan da bir iki dənə iş görürdülər ki, güya burada iş görəcəklər. O da kəsdilər, çıxdılar, getdilər, heç gəlmədilər də. 104 saylı mənzil istismar sahəsindən bildirildi ki, Hafiz Quliyev küçəsi, ev 13, mənzil 12, Qəmbərov Rəsul Namiq oğluna aid xüsusi mülkiyyətdir. Yaşayış binasının birinci mərtəbəsinə kənar müdaxilə olunmayıb. Binanın qarşısına kəsilmiş ağac kötüyü isə 3 il əvvəl kəsilmiş ağaca məxsusdur. Ərazidəki abadlıq işləri başa çatanda həmin ağac kötükləri də götürüləcək. Mənzilin sahibi Rəsul Qəmbərovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, mənzilin köhnə qapı və pəncərələrini dəyişib. Hazırda ərazidə təmizlik işləri aparır. Suraxanı rayon icra hakimiyyətindən isə bildirildi ki, Hövsan qəsəbəsinin Hafiz Quliyev küçəsi də daxil olmaqla bir çox ərazilərdə çox mənzilli yaşayış binalarının əsaslı təmir işləri davam etdirilir və binaları əhatə edən məhəllələr abadlaşdırılır. Binaların həyətlərində daşlar qoyulmaqla səkilər yenilənəcək, həyətlərin asfalt örtüyü əsaslı təmir olunaraq ərazisi genişləndiriləcək. Bundan başqa binaların fasad hissələri birinci mərtəbə səviyyəsində rənglənəcək. Sevinç Vaqif qızı, Səbuhi Mustafayev, Xəzər xəbər. Mingəçevirdə iri gövdəli ağacın qəfil yola aşması avtomobillərin hərəkətinə mane olub. Hadisə Şah İsmail Xətay prospektində baş verib və ağac hərəkətdə olan mini avtomobilin üzərinə düşüb. Sürücü hadisə zamanı avtomobili dayandıraraq təhlükədən yayına bilib. Nəqliyyat vasitəsinə isə ziyan dəyib. Mingəçevirdə kökündən qopan ağac avtomobilin üzərinə düşüb. Yola düşən iri gövdəli ağac Mingəçevirin əsas küçələrindən biri olan Şah İsmail Xətay prospektində avtomobillərin hərəkətini bir müddət məhdudlaşdırıb. Sakinlərin sözlərinə görə ağac hərəkətdə olan minik avtomobilinə də zərər yetirib. Təxminən saat 9-10 arası olardı, buradan keçib gedirdim. Qəflətən ağac düşdü yolun ortasına. Zərər verdi maşın. Hərəkətdə olan maşının üstünə düşdü. Maşın da tez vəziyyətdən çıxdı, sürdü getdi. Şahidlərin sözlərinə görə hadisə zamanı sürücü sayıqlıq göstərərək avtomobili və özünü təhlükədən yayındıra bilib. Ərazidən keçirdim, gözlənilmədən, yəni elə bir külək yox, təbiət hadisəsi yox, həmişə yaşıl ağacı gözlənilmədən kökündən qoparaq yola düşdü və anidən yolda hərəkəti məhdudlaşdırdı. Qismətdən deməli ağacın yerləşdirəcəyi piyada yoluna da yaxındır. Oradan deməli kökdən qopdu və nəqliyyat hissəsinə düşdü yolun. Yolu bağladı və qismətdən deməli bu hadisə baş verən zaman nə piyada olmadı. Amma bununla belə ağacın düşdüyü yolda deməli 2 markalı avtomobil keçirdi, qismən də onu zədələdi. Gecə saatlarında yolu aşaraq hərəkətə mane olan ağac aidiyyatı qurumun texnikası və canlı qüvvəsi ilə ərazidən götürülüb. Küçədə avtomobillərin hərəkəti bərpa edilib. Rahim İbrahimoğlu, Aytən Fehruz, Xəzər xəbər.
Güzəştli mənzil satışında yeni qayda tətbiq ediləcək. Əvvəlcə yalnız ünvan üzrə seçim olacaq. Aparılan son təkmilləşdirmədən sonra güzəştli mənzil sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişikliklər də edilib. Bunlar nələrdir? Növbəti sujetdən biləcəksiniz. Güzəştli mənzil sistemində mənzil seçimi mərhələsində bir sıra dəyişiklik edilib. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Cəmşid Əmirov deyib. Bildirib ki, artıq vətəndaşlar ünvan üzrə seçim üsulundan rahatlıqla istifadə edə biləcəklər. Agentlik tərəfindən güzəştli mənzil sisteminin satış modulunda seçim üsulları ilə bağlı müəyyən yeniliklər tətbiq olunub. İlk olaraq ünvan üzrə seçim üsulu aktiv olacaq. Mənzillərin ünvanlarını agentliyin rəsmi internet səhifəsində dəqiqləşdirəcək və artıq seçim günü həmin mənzilləri ünvana görə axtaracaqlar. Daha sonra ardıcıl olaraq xəritə üzərində və parametrlər üzrə mənzil seçimi, yəni axtarış üsulları aktivləşəcək. O, eyni zamanda satışa çıxarılacaq mənzillərin sayını və bölgələr üzrə paylanması detallarını da diqqətə çatdırıb. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin növbəti satışı ilə bağlı elan verilmişdi. Bu elana əsasən Lənkəran yaşayış kompleksi, Şirvan yaşayış kompleksi və Yevlax yaşayış kompleksində 535 mənzilin satışı nəzərdə tutulur. Elana uyğun olaraq mənzillərin seçimi prosesi 4 sentyabr tarixi saat 11:00-da başlayacaq və 4 sentyabr tarixi saat 16:00-dək davam edəcəkdir. Aparat rəhbəri həmçinin bildirib ki, güzəştli mənzil sistemində mütəmadi olaraq təhlükəsizlik işləri aparılır və sistemin təhlükəsizliyi tam qorunur. Yusif Kərimli, Ramil İbrahimov, Xəzər xəbər. Hövsan qəsəbəsi Elman Qasımov küçəsindəki 9 mərtəbəli binada lift problemi yaşanır. Sakinlər bir aya yaxındır liftsiz qalıblar. Onlar bu şikayətlə Xəzər xəbərin qaynar xəttinə müraciət ediblər. Əvvəl heç olmasa işıqlar sönəndə çətinlik çəkirdik. İndi bir dəfəlik işləmir. Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsi 15 ünvanındakı 9 mərtəbəli binanın 6-cı blokunda lift işləmir. Özü də nə az nə çox düz bir aydır. Sakinlərin dərdini çəkən yoxdur. Xəstə ayaqla çıx, düş. İşıq da sönən kimi, elə ki, işıq sönür, yanır. Həmin gün mütləq mexanik gəlməlidir də. Sakinlər deyirlər ki, biz hər dəfə blokda elektrik enerjisi kəsiləndə liftdə qalan şəxsi çıxarmaq üçün səfərbər oluruq. İşığın sönməyi ilə bu problem yaranır. Və biz zəng edirik ki, işıq söndü, yandı, liftdə qalan olur, bir zülümlə çıxardırıq. Zəng eləyirsən ki, bəs belə-belə, deyir, problem yoxdur, düzələcək. Gəlirlər, hər dəfə bir 5 gün, 6 gün uzanır. Bu axırıncı dəfə necə xarab olubsa bilmirik. Bir aya yaxındır, bəlkə də bir aydır, işləmir. Məsələ ilə bağlı Bakı Lift Təmir İstehsalat Birliyindən bildirildi ki, 20 gün bundan əvvəl gərginliyin ani dəyişməsi nəticəsində həmin ünvanda liftin elektron platası yanıb. Lift xarici ölkə istehsalı olduğundan müvafiq detalın alınması üçün sifariş verilib. Bu həftə sonu liftin istifadəyə verilməsi nəzərdə tutulur. Nigar Polad, Rəfail Əliyev, Kəmal Əlimuradova, Xəzər xəbər. Qazax rayon sakininin adına 3 şirkət açılıb və onun üzərinə yarım milyondan çox borc yazılıb. Zahid Cəlilov iddia edir ki, 2018-ci ildə işə düzəltmək vədi ilə aldadılaraq adına VN rəsmiləşdirilib. Hazırda vətəndaş borclar səbəbindən iş və ölkədən çıxışla bağlı problemlərlə üzləşdiyini deyir. Adına 3 şirkət açıldı, yarım milyondan çox borc yarandı. Qazax rayonu 1-ci Şıxlı kənd sakini Zahid Cəlilov iddia edir ki, 2018-ci ildə aldadılaraq birlikdə işləmək vədi ilə adına VN və bunun timsalında da 3 şirkət açılıb. Zahid ilə bərabər onun 2 qardaşı da bu işə cəlb edilib. Mənim 2018-ci ildə qardaşımın böyük qaynı tərəfindən dəlazuluq yolu ilə aldadılmışam. Ali təhsilim olmadığına görə, savadlı olduğuma görə məni buradan Bakıya çağırıblar qardaşımın vasitəsilə şirkət var orada işçi kimi qeydiyyat almaq. Getmişəm ora, məni
Deyib ki, etibarnamə ver, buradan tez-tez Bakıya gəlməkdənsə o boyda xərc çəkib. Özüm burada bütün işləri həll edəcəm. Savadsızlığından istifadə edibdi mənim. Ora qol çək demişəm, bu nədir? Deyib ki, adına kart açırıq, bu nədir? Staj kartı açırıq, vərəqəsi. Bunların hamısını qol çəkdirib, bir müddət sonra məhkəmədən, bu da əlimdə də bu dəlillər var. Gəncə Kommersiya Məhkəməsindən bunlar gəlibdir, bildirişlər. Buna əsasən getmişik, zəng eləmişik, deyib ki, yaxın müddətdə düzələcəkdir. Nə olub? Bəlli oldu ki, nə oldu? Bəlli oldu ki, bu bizim adımıza şirkət açılıb. Hazırda vətəndaş iddia edir ki, onu aldadan şəxs dünyasını dəyişib. Zahidin adına isə 3 şirkət və yarım milyondan çox borc yaranıb. 12 ildir ki, aidiyyəti üzrə müraciətlər etsə də problem həllini tapmayıb. Mənim özüməm, qardaşım da, böyük qardaşım, bir də ortancıl qardaşım. 3 qardaşıyıq. Üçüncü adda şirkət açılıb. Bəli, üçüncünün adımıza şirkət açılıb. Mənim hal-hazırda adıma 3 şirkət var. Sübutlardır, dəlillərdir, məhkəmə göndərdiyi bildirişlər də əlimdədir. Küllü miqdarda yarım milyondan çox borcum var. Mən Azərbaycanda hal-hazırda iş tapa bilmirəm. Adıma iş yoxdur, şirkət olduğuna görə ölkədən çıxışım yoxdur. Qalmışam işsiz. Hüquqşünaslar isə bildirirlər ki, dələduzluqda ittiham olunan şəxs vəfat etdikdə aldadılan şəxs dələduzluqla üzləşdiyini hüquq mühafizə orqanlarına izahatları ilə açıqlayıb sübuta yetirərsə, bu halda hüquqi müstəvidə şəxsin problemi məhkəmə qaydasında həll olunur. Bu kimi halların qarşısının alınması məqsədi ilə vətəndaş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməli, adına asılmış sahibkarlıq subyektinin fəaliyyətinin dayandırılmasını xahiş etməlidir. Daha sonra vətəndaş hüquq mühafizə orqanlarına müraciət edərək asan imza sertifikatını kimə, hansı şəraitdə və hansı məqsədlə təqdim edildiyi barədə məlumatları bildirməlidir. Həmin məlumatlara əsasən hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır. Həmin şəxslərin yekun niyyətləri dövlət büdcəsindən vergidən yayınması olduğu aşkar edilərsə, həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşlara ayıq olmağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların üçüncü şəxslərə etibar edilməsində maksimum ehtiyatlı davranmağa çağırır. Cümşüd Məmmədov, Sevinç Vaqif qızı, Xəzər xəbər. Tovuzda qadını ilan sancıb. Hadisə rayonunun Mürkülü kəndində qeydə alınıb. Məlumata görə 41 yaşlı Əfsanə Zeynalova həyətdə işləyən zaman onu ilan vurub. O dərhal Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin kafi olduğu bildirilir. Bir sürücü sığorta şirkətindən narazıdır. O qəzadan sonra avtomobilinə dəyən zərərin sığorta şirkəti tərəfindən düzgün qiymətləndirilmədiyini iddia edir. Bəs bu iddialara sığorta şirkətinin cavabı nədir? Avtomobilini kasko sığorta edən sürücü qəza nəticəsində yaranan zərərin hesablanması ilə razılaşmır. Bu barədə Xəzər xəbərə zərər çəkmiş sürücü Babək Həsənov danışıb. O deyir ki, bu ayın 16-sında Əmircan qəsəbəsində idarə etdiyi avtomobili ağaca çırpıb. Toqquşmadan sonra nəqliyyat vasitəsinin xüsusilə ön hissəsində ciddi zədələr yaranıb. Avtomobili könüllü sığorta edilsə də, indi dəymiş zərəri ala bilmədiyini iddia edir. Avtomobilimə ciddi maddi ziyan dəyib, amma təəssüflər olsun ki, kasko sığorta şirkəti isə mega sığorta pulu dəymiş ziyanı tam olaraq ödəmir. Evakuatorun üstündə mənim avtomobilimə qiymətləndirmə apardılar. Mən də onlara bildirdim ki, evakuatorun üstündə siz buna vizual olaraq necə baxış keçirdirsiniz? Dedilər, bizdə belədir. Babək Həsənovun sözlərinə görə qiymətləndirmə zamanı avtomobilə dəyən bütün zərər nəzərə alınmayıb. O, hesablamanın yenidən aparılmasını və real təmir xərclərinin müəyyənləşdirilməsini istəyir. 3945 manat dəyərləndirdilər və 100 manat isə mənə bildirdilər ki, franşiza azad olunma olacaq. Yəni 3845 manat mənə pul vəsaiti ödəniləcək. Amma təəssüflər olsun ki, ümumi olaraq maşının xərci isə 4000-dən daha çoxdur ümumi olaraq. Və mənə bildirdilər ki, müstəqil ekspert təyin olunacaq. Mən də onlara bildirdim ki, mən avtomobilimi kasko sığorta elətdirəndə müstəqil ekspertin rəyi ilə elətdirmişdim. İndi də siz məni süründürürsünüz.
Məsələ ilə bağlı Mega Sığorta şirkətinə də müraciət etdik. Şirkətdən bildirildi ki, zərər vətəndaşın razılığı ilə müstəqil ekspert tərəfindən qiymətləndiriləcək və aidiyyəti üzrə icra ediləcək. Ramal Abdullayev, Elbrus Kərimli, Nuranə Sultanova, Xəzər xəbər. Və xarici xəbərlərlə davam edir hörmətli tamaşaçılar. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İrana qarşı indiyə qədər heç bir ölkə əleyhinə tətbiq olunmayan, misli görülməmiş miqyasda iqtisadi müharibə və təcrid etmə elan edib. Trump İrana razılaşma əldə etmək üçün böyük fürsətlər verdiyini, lakin İranın həmin fürsətlərdən istifadə etmədiyini deyib. Amerika Birləşmiş Ştatları prezidenti İrana qarşı indiyə qədər ən məhv edici iqtisadi əməliyyat başlatdığını bəyan edib. Onların donanması yoxdur. Hərbi hava qüvvələri məhv edilib, hərbi zavodları xarabalığa çevrilib. Milli valutaları isə ipdən asılmış vəziyyətdədir, deyə Trump iddia edib. O həmçinin vurğulayıb ki, İrana dəstək verən dövlətlər də Birləşmiş Ştatlar tərəfindən ciddi iqtisadi fəsadlarla üzləşəcəklər. Trump bu əməliyyatı iqtisadi D günü adlandırıb. Bu tarixi tədbirlər onların dünyada terror yaymaq potensialını şikəst edəcək. İran heç vaxt nüvə silahına sahib olmayacaq, malik olmayacaq, deyə Trump qeyd edib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı isə öz növbəsində Donald Trumpın səsləndirdiyi hədələrə və iqtisadi təzyiq bəyanatlarına kəskin reaksiya verib. Diplomat özünün sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, sözdə iqtisadi D günü Amerikanın öz daxili böhranını görünməmiş borc səviyyəsini və onun ödənilməsi üçün sürətlə artan xərclərini gizlətməyə yönəlmiş diqqətdən yayındırma manevridir. Bu uğursuz siyasətin davam etdirilməsi yalnız yeni məğlubiyyətlərlə və İranlılar tərəfindən düşmənçiliyin daha da artmasına gətirib çıxaracaq, deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb. Rusiyanın Ukraynaya indirdiyi kütləvi raket və dron zərbələri nəticəsində Kiyevdə azı 12 nəfər həlak olub, 40-a yaxın dinc sakin isə yaralanıb. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Məlumata görə dağıntılar Kiyev şəhəri və Kiyev vilayətində, həmçinin Odessa və Çernigov vilayətlərində qeydə alınıb. Ukrayna paytaxtında yaşayış binaları, uşaq xəstəxanası və məktəb ciddi zərər görüb. Hadisə ilə əlaqədar avqustun 21-i Kiyevdə matəm günü elan edilib. Odessa vilayətində PUAlar Moldova ilə sərhəddə yerləşən buraxılış məntəqəsinə hücum edib. Çernigov vilayətində isə qaz infrastrukturu zədələnib. Volodimir Zelenski bəyan edib ki, Ukraynanın raketdən müdafiə sistemlərini təcili olaraq gücləndirmək, xüsusilə Patriot kompleksləri üçün əlavə ələ keçirici raketlərin tədarükünü təmin etmək lazımdır. Ukraynanın kifayət qədər antibalistik müdafiəsi olmayana qədər Rusiya sülh haqqında ciddi düşünməyəcək, deyə Ukrayna dövlət başçısı vurğulayıb. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı Rusiyanın Tataristan və Krasnodar diyarında yerləşən neft obyektlərinə də zərbələr endirildiyini açıqlayıb. Nijnekamsk şəhərindəki Taniko neft emalı zavodunun ərazisinə zərbə endirilib və nəticədə müəssisədə yanğın baş verib. İllik 16 milyon tona qədər xammal emal etmək gücünə malik zavod Rusiyanın ən iri neft emalı müəssisələrindən biri hesab olunur. Ukrayna tərəfi Tanikonun Rusiya ordusunun yanacaq təminatında da istifadə edildiyini bildirib. Digər hədəfin isə Krasnodar diyarında yerləşən neft terminalı olduğu qeyd edilir. Məlumata görə dron hücumu nəticəsində terminalın ərazisində yanğın başlayıb. Kontaktda bu yayın son 70%-ə endirimli axşam bazarı başlayır. Ünvanlar və kampaniya haqqında daha ətraflı sujetdə. Kontaktdan bu yayın son axşam bazarı gəlir. Kampaniya yalnız bir gün avqustun 21 aktiv olacaq. Həmin gün axşam saat 9-dan gecə 12-yədək Kontakt az saytından və Kontaktın Ukrayna dairəsi, İnşaatçılar metrosu, Bakıxanov stansiyası, Nərimanov metrosu, Dəniz Mol, Xırdalan, Mərdəkan, Sumqayıt Sülh küçəsi, Gəncə Qrand Qafqaz və Naxçıvan mağazalarından, axşam saat 7-dən 10-adək isə Lənkəran, Sabirabad, Qubay, Yevlax, Tovuz və Qəbələ mağazalarından istədiyiniz məhsulu 70%-ədək endirimlə
əldə edə bilərsiniz. Üstəlik, aldığınız məhsulun endirimli qiymətini 24 aydək bölmək də mümkündür. Bu 3 saat ərzində 6000 mAh batareya ömrü olan Xiaomi Redmi A7 Pro smartfonunu 390 yox, 330 manata, Koray 3 prosesorlu Lenovo IdeaPad Slim notebookunu 1450 yox, 920 manata, 7 kiloqram həcmə malik Electrolux paltar yuanını 1100 yox, sadəcə 550 manata, müxtəlif tip döşəmələri təmizləyən Xiaomi H50 robot tostoranını isə 2000 yox, 900 manata almaq mümkündür. Odur ki, avqustun 21-i kontakta gəlməyə tələsin. Hörmətli tamaşaçılar, bugünkü xəbərlərimizdən bu qədər. Sabah eyni saatda yenidən görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.